Solmaz çiçəyi əgər kimdəsə öd daşı varsa və ya ishal varsa, istifadə olunmaması məsləhət görülür. Amma kimdəsə öddə qatlaşma, köp, ağızda acılıq, bəzən həzmsizlik varsa, solmaz çiçəyindən istifadə etməyinizi tövsiyə edirəm. Solmaz çiçəyi biraz acı dada malik olur dəmləməsi. Siz bunu istifadə etdiyiniz zaman bal da qata bilərsiniz. Solmaz çiçəyin çiçəklərindən götürülür bir hissə qədər, 20 qrama qədər. Ya gecə yatmadan 2 saat qabaq dəmləyib istifadə edin və ya gecədən dəmləyin, səhər bir xörək qaşığı gecə götürürsüz, 200 ml qaynar suda dəmləyirsiniz, dəm aldıqdan sonra süzülür. Səhər yuxudan durandan sonra ac qarnına istifadə edə bilərsiniz. Həmçinin solmaz çiçəyi ödü, qaraciyər təmizləyən bitki kimi tupaj metodunda da istifadə olunur. Məsələn, ayda bir dəfə əgər öd daşı yoxdursa, ancaq öddə qatlaşma, ağızda acılıq varsa, həmin solmaz çiçəyindən səhər durursa ayda bir dəfə tubaj eləyə bilərsiniz. Tubaj metodu necə olur? Səhər yuxudan qalxırsınız və götürürsüz sıxılmış zeytun yağı bir xörək qaşığı içirsiniz, bir stakan ilıq su və solmaz çiçəyindən bir çay qaşığı götürüb bir stakanda dəmləyib içirsiniz. Sonra sağ böyür üstü uzadırsınız, istiqac, qrelka götürüb duyursunuz. Bir saat, saat yarımdan sonra qalxırsınız və hardasa bir saat keçəndən sonra səhər yeməyini xüsusilə zəif şəkildə sıyıq yeməyiniz tövsiyə edilir. Tubaj metodu hesabına ödünüz yuyula bilir, bağırsaqlarınızın motorikası yaxşılaşa bilir və dərinizin də rəngi açıla bilər.